Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli bağça müəllimləri. Mən Səbinə Səmədova. Bugün sertifikasiya imtahanında istifadə olunacaq test nümunələri ilə sizin qarşınızdayım. Videonu diqqətlə izləyin, videonu çevirməyin. Qarşınıza çıxan zaman mütləq ki, like atmağı, yorum yazmağı unutmayın. Çünki davamlı şəkildə videolarımdan xəbərdar olmaq istəyirsinizsə, müəllimlər bunlar şərtdir. Kanalımıza da mütləq abunə olun ki, davamlı siz bizim videolarımızı görə biləsiniz. Əziz müəllimlər, ilk öncə bunu bildirmək istəyərdim ki, YouTube kanalı Arzu Ələtdin qızı və yaxud MB Akademi yazaraq bizim YouTube kanalımıza abunə ola bilərsiniz. Ödənişsiz şəkildə təşkil etdiyimiz bağça qrupuna əlavə olunmaq istəyirsinizsə, 051 641 88 34 nömrəsinə yazaraq bizə bildirə bilərsiniz. Biz də sizi qruplarımıza əlavə edə bilərik. İndi isə diqqətli şəkildə sualların izahına baxaq. İlk öncə onu demək istərdim ki, sualların hər biri situasiya tiplidir. Çalışdığım qədər sualları tərtib edərkən imtahan kontekstinə uyğun olaraq etməyə çalışmışam. Siz də diqqətlə dinləyin, mənimlə birlikdə testi işləməyə çalışın. Sual 1. 5 yaşlı Ömər qrupda digər uşaqlarla oynayarkən tez-tez əsəbləşir. Oyuncaqları yerə atır və mən sizinlə oynamıram deyərək kənara çəkilir. Müəllimin bu situasiyada edəcəyi ən doğru ilk addım hansıdır? Gəlin baxaq müəllimlər. Deyir ki, A variantında Öməri cəzalandırmaq üçün onu tək başına oturma skamyasına yönləndirmək lazımdır. Ümumiyyətlə, cəzalandırmaq anlayışı, yəni digər uşaqlardan uzaqlaşdırmaq, uşaqlardan kənarda otuzdurmaq, bu şagirddə daha da aqressiya yaradır, aqressiyanı artırır. Bu pedaqoji baxımdan qeyri-humanist yanaşma hesab olunur. Ona görə biz bir müəllim olaraq A variantını heç vaxt doğru variant hesab edə bilmərik. Digər uşaqlara Ömərlə bir müddət danışmamağı tapşırırıq. Baxın, bu da cəzalandırmağa aiddir də. Biz onu uşaqlardan kənarlaşdırırıq, onun aqressiyası daha da artır. Deməli, B variantı da doğru deyil. Ömərin yanına gedib, onun hisslərini anladığını bildirmək və sakitləşdikdən sonra problemin səbəbini soruşmaq. Mənə görə müəllim olaraq ən doğru fikir C variantıdır. Gəlin digər variantlara da baxaq müəllimlər. Ömərin valideyninə zəng vurub uşağı bağçadan dərhal aparmasını tələb etmək. Ümumiyyətlə, bağçadan dərhal uzaqlaşdırmaq tələbi müəllimin öhdəliyindən bir növ qaçması deməkdir. Əgər şagird, uşaq bağçaya təhvil verilibsə, müəyyən bir saat müddəti aralığında və o uşağın təlim tərbiyəsi ilə bağlı, müəyyən problemlərlə bağlı müəllim məşğul olması üçün olmalıdır. Amma biz o məsuliyyəti valideynin üzərinə atırıqsa, bu artıq müəllimin öz öhdəliyindən boyun qaçırması deməkdir. D variantı da yanlışdır müəllimlər. Keçdik E variantına. Ömərin davranışına reaksiya verməyib, onun diqqət çəkmək istədiyini düşünərək görməzdən gəlmək. Ümumiyyətlə, oyuncaqlarına yerə atılması kimi aqressiv davranışı görərək müəllim görməzdən gəlirsə, digər uşaqların belə deyim də, təhlükəsizliyini müəllim riskə atmış olur. Məsələn, o uşaq oyuncağını ataraq digər uşağı ata bilər, onu hər hansı bir hissəsini zədələyə bilər. Bu digər uşaqların təhlükəsizliyi üçün riskdir müəllimlər. Ona görə E variantı da yanlışdır. Doğru cavab variantımız C variantıdır. Siz də mənlə doğrusuz, çox güman ki, siz də C variantını düşünürsünüz. Keçdik ikinci suala. Sualda deyir ki, sərbəst oyun zamanı iki uşaq eyni gəlincik üstündə mübahisə edir və hər ikisi oyuncağı özünə tərəf çəkir. Müəllim münaqişəni humanist və öyrədici şəkildə necə həll etməlidir? Müəllimlər, gəlin baxaq. Oyuncağı hər ikisinin əlindən alıb şkafa qoymaq və heç biriniz oynamayacaqsınız demək. Baxıram ki, bu sualda, bu variantda yanlışlıq var. Niyə? Çünki bu bir avtoritar cəza üsuludur da. Yəni, müəllim burada problemi həll etmiş olmur. Sadəcə uşaqları nədənsə məhrum etmiş olur. Əlindəki oyuncağı alıb kənara qoyur. Yəni, uşaqlar burada paylaşmağı və yaxud problemi hər hansı bir yolla həll etməyi öyrənmirlər. Sadəcə əksinə olaraq qəzəb hissi yaranır uşaqda ki, müəllim biz dalaşdıq, əlimizdən oyuncaq aldı, qoydu yuxarı. Deməli, bu doğru variant deyil. Uşaqları sakitləşdirmək, növbə ilə oynamaq qaydasını xatırlamaq və birlikdə qum saati ilə vaxt təyin etmək. Görün, necə doğru cavabdır. Bu cavabda müəllim humanist yanaşır, öyrədici yanaşır.
Müəllim qaydaları xatırladı ki, uşaqlar biz növbəli şəkildə oynamağı bacarmalıyıq. Qum saatı vasitəsilə uşaqlara növbəni gözləməyi tapşırır. Məsələn, qum saatını çevirir, deyir ki, Ayan, Fəridə indi oynayacaq. Sən bu qum saatı bitənə qədər gözləməlisən. Artıq Ayan düşünür ki, o qum saatı nə zaman bitsə, müəllim Fəridədən oyuncağı o zaman ala bilər. Yəni uşaqlara növbə ilə gözləməyin ədalətli mexanizmini vizual olaraq müəllim öyrədir. B variantı mənim seçə biləcəyim ən doğru, ən humanist cavab olacaq. Gəlin C-yə baxaq. İlk gəlinciyi götürən uşağın tərəfini tutub digər uşağı qrupdan uzaqlaşdırmaq. Bu heç də doğru cavab deyil müəllimlər. Burada müəllim bir növ sinifdə ikisi müəllim tərəfsiz olmalıdır da. Bunu hər bir müəllim bilir. Bir uşağın tərəfini tutmaq digər uşağa ədalətsizlikdir. Ona görə humanist olmaq nə deməkdir? Hər iki tərəfin fikirləri, hər iki tərəfdən danışmaq, yəni humanist olmaq, ədalətli olmaq deməkdir. C variantı yanlışdır. Uşaqların mübahisəsinə qarışmayıb özlərinin həll etməsini gözləmək nə dərəcədə doğrudur? Bunlar uşaqdır axı. Ağzımızda uşaq deyirik. Yəni erkən yaşda uşaqlar məsələn fiziki güc tətbiq edirlər də. Məsələn, o kuklanı dartışa bilərlər, o gəlinciyi dartışırlar, bir-birlərinin saçlarını yola bilərlər, bir-birlərinə oyuncaq ata bilərlər. Onlar fiziki güc göstərirlər bir-birlərinə. Ona görə müəllimin müdaxilə etməməsi oyuncağın qırılmasına gətirib çıxarda bilər. Uşaqların bir-birini zədələməsinə gətirib çıxarda bilər. Bir çox problemlərə yol aça bilər. Ona görə D variantı da yanlışdır. Hər iki uşağı fərqli künclərə göndərib onlara oyuncaqsız oturmaq cəzası vermək. Ümumiyyətlə bu yanaşma biraz köhnəlmiş yanaşmadır. Yəni müasir metodikaya uyğun deyil. Uşaqda biz günahkarlıq və qorxu hissini yaratmamalıyıq. Onların sosial problemini necə həll edə biləcəyimizi öyrənməliyik. Mən asan bir yolda uşaqların əlindən oyuncağı aldım, hərəsini bir küncə göndərdim, amma heç bir problem düzəlmədi axı. Onlar yenə küncdən qayıtdığı zaman o gəlinci üstündə dalaşa bilərlər. Ona görə E variantı da yanlış hesab olundu. Doğru cavabımız B variantı. Sual 3. Bağçaya yeni gələn 3 yaşlı Aylin səhərlər anasından ayrılanda şiddətlə ağlayır. Müşahidə etmişik dəfələrlə. Qrupdakı heç bir fəaliyyətə qoşulmaq istəmir və qapının ağzında gözləyir. Müəllimin adaptasiya dövrünü yüngülləşdirmək üçün yanaşması necə olmalıdır? Biz baxırıq suala ki, baxıram A variantına. Ailəni məcburən digər uşaqların yanına aparıb rəqs elətdirmək. Gəlin baxaq bu variant. Müəllimlər, ümumiyyətlə uşaq ağlayan zaman onu götürüb aparıb tez rəqs elətdirmək. Bu biraz qorxu, gərginlik içində olan uşağı məcburi bir fəaliyyətə cəlb eləmək istəyirəmsə, düzdür, onun stresi səviyyəsini daha da pik nöqtəyə çatdıra bilərəm ki, istəmədiyi şey onu elətdirməyə çalışıram. Ümumiyyətlə bu uşaqda bağçaya qarşı bir qorxu yaranacaq, fobiya yaranacaq. Ona görə biz nə etməliyik? Növbəti günlərdə o uşaq artıq bağçaya gəlməkdən ümumiyyətlə imtina eləyəcək. A variantı buna görə yanlışdır. Anasına bildirmək ki, uşaq ağlası da qapını bağlayıb getsin. Uşaq tezliklə susacaq. Bu da yanlış variantdır. Bu sərt ayrılıqdır da bir növ belə deyək. Yəni bu yanaşmada uşaq atılmalı travmasını, tərk edilməsi travmasını dərk eləmiş olur. Uşaq elə bilir ki, anası onu tamamilə qoyub gedir. Bəli, düz uşaq bir müddətdən sonra ağlamaqdan yorulur, susur, amma o beynində adaptasiya olaraq qalır ki, çarəsiz olaraq susur da. O düşünür ki, anası onu atdı, getdi. Uşağın bağçaya, anaya qarşı olan etibarı sarsılmış olur. B variantı da ona görə yanlışdır. C-yə baxaq. Ailinə şəfqətlə yanaşmaq, evdən gətirdiyi sevimli oyuncağına icazə vermək və onu maraqlı bir fəaliyyətə tədricən cəlb etmək. Bu variant doğrudur müəllimlər. Niyə? Çünki görün burada necə gözəl izah veribdir. Şəfqətlə. Şəfqətlə nə deməkdir? Yəni onun belə deyim də səs tonuna, fiziki yaxınlığa ehtiyacı var. Hansı ki o mühit onun üçün o qədər təhlükəsiz olmalıdır ki, uşaq güvənə bilsin. O güvən hissini qazana bilsin. Ona görə doğru cavab variantı C variantı olmuş olur. Gəlin D-yə baxaq. Deyir ki, ailəni diqqətdən kənarda saxlamaq ki, öz-özünə sakitləşsin. Ümumiyyətlə bu erkən yaşlı uşaqda böhran anında tək buraxmaq düzgün qərar deyil. Onu diqqətdən kənarda qoymaq, yalqız qoymaq, köməksiz qoymaq onu daha da sarsıda bilər. Ona görə müəllim nə etməlidir? Uşağın emosiyalarını tənzimləməyə kömək etməlidir. D variantı da buna görə yanlış hesab olunur. E-yə baxaq, ağladığı müddətdə digər uşaqların ondan uzaq durması təmin etmək. Ümumiyyətlə belə deyim də sizə, bir uşağı sosial qrupdan tamamilə kənarlaşdırmaq və yaxud təcrid etmək
nə dərəcədə düzgün ifadə ola bilər ki? Digər uşaqlar məsələn necə baxa bilərlər? Ailəyə problemli kimi baxa bilərlər, təhlükəli bir uşaq kimi baxa bilərlər, daima ondan uzaq qala bilərlər. Bu doğru yanaşma deyil. E variantı da yanlış olmuş oldu. 3-cü sualda cavabımız C variantıdır. Keçdik 4-cü suala. Qrupda yüngül dərəcəli autizm spektr pozuntusu olan bir uşaq var. Böyük qrup fəaliyyəti zamanı bu uşaq səs-küydən narahat olub qulaqlarını tutur və qaçıb küncdə gizlənir. Müəllim necə reaksiya verməlidir? Ümumiyyətlə gəlin baxaq, deyir ki, uşağı məcburən qrupa qaytarmaq və hamı kimi fəaliyyətdə iştirak etməsini tələb etmək. Autizm spektr pozuntusu olan, yəni ASIP olan uşaqlar belə deyim də, səsdir, işıqdır, bu yükləmələrə qarşı çox həssas olurlar. Məcburiyyət etdiyimiz zaman uşaqda güclü qorxu yarana bilər. Ona görə A variantı yanlışdır müəllimlər. B-yə keçirik, uşağın fərdiliyini nəzərə alaraq onun üçün sakit bir güşə yaratmaq, fəaliyyəti daha az səs-küylü etmək və fərdi formada təqdim etmək. Bu doğrudur. Bu doğru variantdır. Digər uşaqlara həmin uşaq xəstə olduğunu və ondan uzaq durmaq lazım olduğunu demək. Bu yanlışdır. Niyə? Bu uşaq qrupun gözündə bir növ damğalamaq deməkdir. Bu uşağı təzyiq etmək deməkdir. Yəni inklüziv mühitdə deyəndə biz onu fərqlilik deyəndə xəstəlik kimi yox. Biz onu fərdi xüsusiyyət kimi qəbul etməliyik. C variantı yanlışdır. Uşağı bağçanın psixoloquna təhvil verib qrup fəaliyyətinə normal qaydada davam etmək. Bu bilirsiniz necədir? Müəllim elə bilin ki, öz məsuliyyətini üzərindən atır. Atır və psixoloqa dəstək verə bilər. Amma uşağın qrup daxilindəki adaptasiyasını tənzimləmək artıq müəllimin öz üzərinə düşən məsuliyyətlərdən biridir. D variantı da yanlışdır. Uşağın bu davranışını qayda pozuntusu hesab edib valideynə xəbərdarlıq etmək. Baxın, ASIP-li olan uşağın, yəni ki, autizmli uşağın qorxu reaksiyası şuurlu bir intizamsızlıqdan və yaxud qayda pozuntusundan hesab edilə bilməz. Çünki bu yanaşma peşəkarlıqdan kənar hesab olunur. Və biz bu zaman tez valideynə xəbərdarlıq ediriksə, müəllim olaraq yenə öz üzərimizdəki məsuliyyəti kənara qoymuş olduq. Ona görə bizim doğru cavab variantımız B variantı olmuş oldu. Sual 5-ə baxaq. Deyir ki, bir valideyn axşam uşağını götürməyə gələrkən müəllimə kobud şəkildə deyir, mən uşağımın şalvarı niyə ləkələnib? Siz burada uşaqlara baxmırsınız. Müəllimin peşəkar və etik davranış, üzr istəyirəm, etik cavabı ona necə olmalıdır, hansı olmalıdır? Baxıram, biz burada hər uşağın paltarını təmiz saxlaya bilmərik. Özünüz təmiz saxlamağı öyrənin. Belə deyək də, bu cavab valideynlə daha da münaqişəyə girmək deməkdir. Yəni bu həlledici bir cavab deyil. Bu kobudluğa kobudluqla cavab verməkdir. Müəllim nə etməlidir? Biz müəllimin etik davranış qaydalarını öyrənirik. Müəllim etikasını qorumağıdır. Qarşı tərəf nə dərəcədə əsəbi, kobud cavab versə belə, müəllimin etikasını tamamilə pozmaması üçün diqqət eləməlidir fikirlərinə, söylədiyi hər bir cümləyə. Ona görə variantı yanlışdır. Uşağın bugün rəsm fəaliyyətinə çox fəal idi və rənglərlə sərbəst yaradıcılıq edirdi. Ləkəyə görə narahat olmayın. Bu uşağın inkişafı üçün çox normaldır. Mən müəllim olaraq doğru cavabı bunu götürərdim. Çünki bu cavabda baxıram ki, müəllim valideynin aqressiyasını aradan qaldırmaq üçün uşaqda olan pozitiv inkişafı deyir. Məsələn, uşağın fəallığını deyir, uşağın yaradıcılığını deyir, uşağın inkişafını deyir. Yəni, o ləkənin sadəcə bir ləkə olduğunu bildirir. Yəni, uşağın daha inkişafının nə dərəcədə olduğuna yönəldir ki, yəni şagird valideyn o aqressiyadan çıxsın. Valideynə eyni tonda cavab verib uşağı bağçadan çıxarmaqla hədələmək. Bu heç də doğru cavab deyil. Çünki müəllim valideyni hədələməsi həm etik baxımdan düzgün deyil, qayda pozuntusudur müəllimlər, həm də hüquqi baxımdan düzgün deyil. Müəllim hər bir halda yenə deyirik, etik davranış qaydalarını və peşəkar mövqeyini qorumağı bacarmalıdır. Səssiz qalıb ləkəni dərhal yumağa çalışmaq. Bilirsiniz necədir? Bu səssiz qalmaq ifadəsi o deməkdir ki, yəni biz burada özümüzü günahkar hesab edirik. Günahkar kimi tez ləkəni yumağa qaçırıq, o ləkəni yuyuruq ki, valideyn siz haqlısınız, mən sizin iradınızı qəbul edirəm deməkdir. Amma müəllim orada uşağın fəaliyyətini sərbəst şəkildə izah etməyə bacarsaydı, bu artıq onu dərhal yumağa getməyə ehtiyacı olmayacaq. Günaha dayənin, yəni müəllimin köməkçisinin üstünə ataraq özünü məsuliyyətdən kənarda saxlamaq. Ümumiyyətlə, komanda daxilində, bağça mühitində, komanda daxilində günahı başqasının üzərinə atmaq peşəkar bir belə deyək də həmrəyliyə ziddir.
Yəni qrupda baş verən hər bir hadisəyə görə birinci məsuliyyəti daşıyan kim olmalıdır? Müəllim olmalıdır. Ona görə də başqasının üzərinə məsuliyyət atmaq doğru deyil. Doğru cavab variantımız oldu B variantı. Ümidvaram ki, başa düşürük. Keçdik 6-cı suala müəllimlər. Həyatyani sahədə gəzinti zamanı 4 yaşlı Tuncay hündür dırmaşma nərdivanına çıxmaq istəyir. Müəllim Tuncayın yıxılma ehtimalından qorxur. Bu vəziyyətdə müəllim nə etməlidir? Müəllim nə etməlidir? Gəlin baxaq. Tuncaya qəti şəkildə ora çıxmaq olmaz, yıxılacaqsan deyə qışqırmaq. Ümumiyyətlə, qışqırmaq və yaxud uşağa qorxu yaratmaq üçün bir simvoldur da, yəni olmaz. Qəfil qışqırarıqsa, həksə o şagird diksinə bilər, tarazlığı itirib elə həmin anda yıxıla bilər. A variantı yanlışdır. Tuncayın nərdivana çıxmasına tamamilə mane olmaq və onun qum sahəsinə aparmaq. Bu da yanlışdır. Çünki bu uşağın fiziki inkişafına, risklərin idarə etməsinə biraz həddindən artıq qoruyucu kimi yanaşmadır da. Yəni sən heç vaxt ora çıxa bilmərsənmiş kimi o bacarığı məhdudlaşdırmaq üçün olunan bir addımdır bu B variantı. Ona görə B də yanlışdır. Tuncayın yanında dayanaraq ona fiziki dəstək və təhlükəsizlik hissi vermək, eyni zamanda ehtiyatlı olmaq üçün onu istiqamətləndirmək. Görün nə gözəl variantdır. Yəni ki, müəllim burada uşağın müstəqil şəkildə fiziki inkişafın ehtiyacını boğmur. Nə edir? Onun yanında durur, ona dayaq olur. Təhlükəsizliyi üçün yanında durur. Dırmaşan zaman ayaqlarından ona müəyyən bir güc göstərir ki, o uşaq yıxılmasın geriyə doğru. Onu sığortalayır. Uşaq da müəlliminə güvənərək nə edir? Daha da onda bu məsələn yuxarıya dırmaşmaq üçün olan fiziki güc ki var, his ki var içərisində artıq o müəlliminə güvənərək o hərəkətləri eləyir. Doğru cavabımız C variantıdır. Digər uşaqlarla məşğul olub Tuncayı nəzarətsiz qoymaq, ümumiyyətlə bu bir yanaşma, bir səhlənkarlıqdır. Bu səhlənkarlıq da müəyyən bir bədbəxt hadisəyə gətirib çıxardar. Məsələn, uşaq yıxıla bilər, zədələnə bilər. Bu da hüquqi bir zəmin yaradır. D variantı da buna görə yanlışdır. Nərdivana dırmaşmağın yalnız böyük uşaqlar üçün olduğunu deyib onu utandırmaq. Ümumiyyətlə, uşağın yaşına görə onu kiçiltmək və yaxud utandırmaq uşağın emosiyalarının inkişafına mənfi təsir göstərir. Ona görə biz ona çatışmazlıq kompleksini yox, onun daha da edə bilər kompleksini yaratmalıyıq. Ona görə E variantı da yanlış olmuş oldu. Doğru cavabımız C variantıdır. Sual 7-yə baxaq müəllimlər. 4 yaşlı Mədinə bəzi sözləri tələffüz edərkən səhv edir. Məsələn, maşın yerinə masın deyir. Müəllim Mədinənin nitqini düzgün şəkildə necə korreksiya etməlidir? Yəni necə düzəltməlidir? Deyir ki, Mədinəyə səhv deyirsən, maşın de deyərək sözü təkrar didizdirmək. Ümumiyyətlə, əgər bir uşaq sözü səhv deyirsə, mən onu daha da üzərinə gedirəmsə, bu zaman onda nitq qorxusu yaradacaq. Buna bilirsiniz nə deyilir elmi dildə? Logofobiya deyilir. Bu da şagirddə, uşaqda nitq qorxusuna logofobiya biz adlandırırıq. Yəni uşaq səhv etməkdən qorxduğu üçün ümumiyyətlə danışmaqdan imtina eləyəcək. A variantı yanlışdır. Mədinənin dediyinə gülmək, digər uşaqların da əylənməsinə şərait yaratmaq heç cür doğru deyil. Çünki bu uşağı qrup qarşısına rüsva etmək deməkdir müəllimlər. Yəni pedaqoji etikanın kobud şəkildə pozulması deməkdir. Ona görə B variantı da yanlışdır. Onun səhvini birbaşa üzünə vurmadan cavabında sözü düzgün tələffüz edərək cümlə qurmaq. Bəli, Mədinə, bu qırmızı maşındır ifadəsi demək. Bax, bu doğrudur. Ümumiyyətlə, erkən yaşlarda müəllimlər, erkən yaş pedaqogikasında biz belə keçirik ki, dolayı korreksiya var. Hansı ki, bu dolayı korreksiyanın ikinci adı pozitiv model korreksiyadır. Yəni, müəllim səhvi mexaniki olaraq düzəltmir. Sadəcə uşağın beyninə sözün doğru səs modelini bir növ nitq vasitəsilə ötürür. Bu doğru cavab oldu C variantı. Mədinəni dərhal logopedə göndərmək, yönləndirmək və o düzələnə qədər onunla ünsiyyəti minimuma endirmək. Ümumiyyətlə 4 yaşlı uşaqda bəzi səslərin tam oturuşmaması hadisəsi. Məsələn, belə deyim də, bəzi sözlərin tutaq ki, deyirəm ki, fısıltılı və ya sızıltılı səslərinin bir növ düşməsi hadisəsi. Bu da fizioloji olaraq normaldır. Ona görə ünsiyyəti azaltmaq əvəzinə o şagirdlə daha çox danışmaq məqsədə uyğun hesab olunur. Uşağın nitqinə heç bir reaksiya verməmək, çünki bu yaşda bütün uşaqlar belə danışır. Tamamilə reaksiyasız qalmaq ümumiyyətlə uşağın səhv formanı doğru kimi mənimsəməsi deməkdir. Bunu belə başa düşək. Tutaq ki, siz test yazırsınız, testi səhv yazırsınız. Mən o səhvləri sizə bildirmirəm. Siz elə o səhvi doğru kimi qəbul edib gedirsiniz. O sizin beyninizdə elə formalaşır. Uşaqda da eyni ilə. O düşünür ki, dediyi söz doğrudur. Bəzi uşaqlar var, kitab sözünə küpat deyir.
kitab, kipat. Yavaş-yavaş dil formalaşdıqca kitab formasına gəlir. Ona görə müəllim hər zaman doğru nitq nümunəsini şagirdə nümayiş etdirməlidir. Görürsüz, biz məktəbdə dərs keçirilən zaman görürük ki, məsələn, svetofor ifadəsi işlənmir. Nə işlənir? İşıqfor. Əslində bir çox uşaqlar svetofor ifadəsini işlədir. Günümüzdə daha çox onu işlədirlər. Amma müəllim yenə də o nümunə çox işlənsə belə, müəllim günümüzdə Azərbaycan dili normalarına əsasən təyin olunmuş qaydaya uyğun sözün düzgün deyilişi, sözün düzgün yazılış qaydasını öyrədir. Yəni işıqfor. Və uşaqlar da tədricən işıqfor və düzgün qaydanı nə etmiş olurlar? Mənimsəmiş olurlar. Doğru cavab variantımız C variantı. Sual 8. Nahar vaxtı 3 yaşlı Kənan yeməyini yemək istəmir. Ağlayır və boşqabı itələyir. Müəllim Kənana qarşı, üzr istəyirəm, orada qarşı düşüb, qarşı yazmaq istəmişəm. Necə davranmalıdır? Baxıram. Yeməyi Kənanın ağzına məcburiyyət doldurmaq. Ay müəllimlər, nə dərəcədə doğru deyə bu fiziki məcburiyyətdir. Uşağı yeməyə qarşı bir növ ömürlük psixoloji formalaşdırım. O da yemək yeməyəcək. Uşaqda həm boğulma riski yarana bilər, həm də uşağı məcburən yedizdirmək doğru faktor deyil. Kənanı ac saxlamaqla cəzalandırmaq və yeməsən oyuncaq yoxdur demək. Bu da yanlışdır. Ümumiyyətlə, yeməyi cəza ilə, şantajla, şərt kəsmək alətinə çevirmək bu şagirdə bir manipulyasyon davranışı artıracaq. Yəni, bağçaya qarşı negativ münasibət formalaşdıracaq. O uşaq da bağçaya gəlmək istəməyəcək. B də yanlışdır. Kənandan niyə yemək istəmədiyini soruşmaq, yeməyi maraqlı hekayə ilə təqdim etmək və az miqdarda da olsa dadmasını həvəsləndirmək. Bu doğrudur. Bax, müəllim nə edir? Əvvəlcə uşağın emosional, yəni bəlkə dişi ağrıyır, bəlkə keyfi yoxdur, bunu anlamağa çalışır, düzdürmü? Sonra isə yaş qrupuna uyğun olan məsələn metodlardan istifadə edir. Başlayır hekayə danışmağa, şagirdi yeməyə cəlb edir. C variantı ona görə doğru hesab oluna bilər. Kənana dərhal bağça yeməyə əvəzinə şokolad və peçeniya vermək. Belə deyim də, bu bir növ bilirsiniz necə bir şeydir. Tutaq ki, evdə uşağım bu yeməyi yemir, amma uşağım yemək yesin deyə gedirəm başqa bir şeylər mağazadan alıb gətirirəm ki, yeməyini o yesin. Bu bir növ uşağın şıltaqlığına tabe olmaqdır. Yəni uşaq nə istəyir, onu etmək deməkdir. Və növbəti dəfələrdə də artıq uşaq yemək yeməyəcək, yenə o şeyləri etmək istəyəcək. Uşağa hər dəfə əsas yeməyi rədd etmək, şirniyyat məsələn tələbi öyrətmək, həm onun sağlam qidalanmasını pozur, həm də hər dəfə uşağın dediyini etmək, yəni bir növ onun şıltaqlığına tabe olmaq deməkdir. D variantı da ona görə yanlışdır. Kənanı digər uşaqların yanından ayırıb tək yeməyə məcbur etmək, uşağı təciz etmək onu utandırır. Qrup qarşısında cəzalandırmış oluruq. Bu da bilirik ki, humanist pedaqogikaya müəllimlər ziddir. 8-ci sualımızın cavabı C variantı oldu. Keçdik 9-cu suala. Deyir ki, riyazi təfəkkür məşğələsində 5 yaşlı uşaqlardan biri kubları rənglərinə görə qruplaşdıra bilmir və çaşbaş qalır. Müəllimin yönəldici fəaliyyəti necə olmalıdır? Sən bunu hələ də bacarmırsan deyib uşağı qrupdan ayırmaq. Yəni, bu nə deməkdir? Uşağı aşağılamaq deməkdir. Bir növ uşağı aşağılayırıq. Uğursuzluq qorxusu yaradırıq uşaqda. Yanlışdır. Digər uşaqlardan birini çağırıb kubları onun əvəzinə yığdırmaq. Bu addım uşaqlar arasında rəqabəti, qısqanclığı yaradır. Məsələn, çaşbaş qalan uşaq özünü digərindən zəif hiss edir o saat. Daha da öyrənmək istəyirsə, öyrənməkdən qopmuş olur. B variantı da yanlışdır. Uşağa ipucu vermək. Məsələn, bax bu qırmızı kubdur. Gəl buna digər qırmızı olanları da qoyaq və işi sadələşdirərək addım-addım kömək etmək. Bu doğrudur. C variantı doğrudur. Uşağın yerinə bütün kubları müəllim özü qruplaşdırır. Tapşırığı uşağın əvəzinə tamamilə həll etmək, onun öyrənməsinə müəllimlər mane olur. Yəni, uşaqda tənbəllik yaradır, mən etməsəm də olar, müəllim edəcək düşüncəsi yaradır. Onsa mən eləyə bilmirəm, müəllimə edəcək. Və belə düşünəcək. D də yanlışdır. Mövzunu dəyişib uşağın bu fəaliyyətlə bir daha məşğul olmasına icazə verməmək. Ümumiyyətlə, problemdən qaçmaq heç vaxt problemi həll etmək demək deyil. Ona görə fəaliyyəti qadağan etmək çıxış yolu hesab edilə bilməz. Biz nə etməliyik? Uşağın riyazi bacarıqlarının inkişafını tamamilə bir növ bloklamış oluruq. Biz onun inkişafını bir növ yol açmırıq da, yolunu bağlamış oluruq. Ona görə 9-cu sualında doğru cavab variantı oldu, C variantı. Sonuncu və 10-cu sualımıza baxaq müəllimlər. Gəzintiyə hazırlaşarkən 4 yaşlı Fərid ayaqqabısını özü geyinməyə çalışır. Lakin bağlarını bağlaya bilmədiyi üçün çətinlik çəkir. Hələ bəzən görürük ki, tərs geyinirlər ayaqqabılarını və əsəbləşir. Müəllim bu məqamda nə etməlidir? Ay müəllimlər, gəlin baxaq. Deyir, vaxt itirməmək üçün tez Fərdin ayaqqabısını özü geyindirməlidir. Düzdür, bu vaxta qənaət etmək üçün uşağın
bir növ tez geyindirmək o yaxşı bir şeydir, vaxta qənaət etmək üçün. Amma hər dəfəsində uşağın ayaqqabısını geyindirmək, belə deyək də, uşağın özünə xidmət vərdişini, müstəqilliyini boğmaq deməkdir. A variantı yanlışdır. Fəridə özün geyinə bilmirsənsə, gəzintiyə getmirsən demək. Bu təhdiddir, şantajdır. Uşaqlara olmaz bu cür yanaşmaq. Yəni uşaqda həm gəzintiyə qarşı mənfi emosiya yaradacaq, həm çətinlik çəkdiyi üçün bir bacarığa görə cəzalandırılmasını düşünəcək, həm ağlayacaq, həm sızlayacaq, keyfi pozulacaq. B variantı da yanlışdır. Fəridin cəhdini tərifləmək, deyirsən ki, afərin sənə. Özünü sınayırsan, çətinlik çəkdiyi hissədə ona prosesi göstərərək kömək etmək. Bir dəfə, 2 dəfə, artıq 3-cü dəfə nə etmiş olacaq? Özü onu bacarmış olacaq. Doğru cavab C variantıdır. Digər uşaqlara Fəridin ayaqqabısını geyindirməyi tapşırmaq. Bu addım əsəbi bir həssas vəziyyətdə olan, məsələn, uşaq varsa, Fəriddir məsələn də, o uşağın qarşısında utandıra bilər. Çünki özünü yetərsiz kimi hiss eləyəcək ki, mən bunu bacarmıram, başqası gəlir mənim üçün ayaqqabı bağlayır. Doğru deyil. Fəridə əsəbləşdiyi üçün acıqlamaq və ayaqqabıları kənara atmaq. Ümumiyyətlə, müəllimin aqressiv reaksiyası, yenə deyirik, onun peşəkarlığını pozur. Nə etmək lazımdır? Uşağın biz daha da emosiyasını tənzimləməliyik və onun gərginliyini azaltmalıyıq. Ayaqqabını kənara atmaqla nə düzələcək? Hansı problem həll olunacaq? E variantı da yanlışdır. Doğru cavabımız C variantı olmuş oldu. Bugünkü sınağımızın izahı bura qədər. Ümidvaram ki, sona qədər izlədiniz. Hər hansı bir fikriniz, iradınız, bildirmək istədiyiniz sözünüz varsa mütləq ki, videonun şərh bölməsində qeyd edin və yaxud hər hansı bir xoş sözləriniz varsa qeyd etməyinizi istəyirəm. Oldu müəllimlər, sağ olun, növbəti sınaqda görüşənə qədər. Bir daha deyirəm, bağça müəllimləri üçün açdığımız sertifikasiya qrupunda iştirak etmək istəyirsinizsə 051 641 88 34 nömrəsinə yazın, biz sizi qrupa əlavə edək. Sağ olun.